Hər kəsin axşamı xeyir olsun. Deməli, bir neçə gün bundan əvvəl həmkarım Rasif Mehdiyev 10 mart Azərbaycan Teatr Günü münasibətilə Şuşa Dövlət Musiqili Dram Teatrına qarşı olan laqeyd münasibətdən Cənab Prezidentə müraciət eləmişdi. Bugün də mən müraciət eləmək istəyirəm. Cənab Prezident, sizin tərəfinizdən bizim teatrda 15 ildə 2 eyni adam mükafatlandırılırdı. Bu il o adamlardan biri teatrdan uzaqlaşdırıldı. Bizim teatrda illərdir canını sənətə, teatra fəda eləyən, işini sevən insanlar çalışır. Və mən inanıram, mən sizə güvənirəm, bilirəm ki, siz heç vaxt demərsiniz ki, aktyora, onun yaradıcılığına, əməyinə qiymət vermək üçün gedin teatrda püşk atın. Kimin bəxtinə düşər, mükafatlandırırlar. Və mən bilirəm ki, siz bunu heç vaxt belə bir şeyə yol verən insan deyilsiniz. Hansı ki, Mədəniyyət Nazirliyinin nümayəndəsi Günay xanım bugün bizim teatra gəlmiş və teatrda püşk atırlar ki, bəxtəbəxt kimə düşər, verilər prezident təqaüdü. Yəni, insanın yaradıcılığı oyundumu, lotereya mı oynayırıq? Yəni, bu nə deməkdir ki, aktyorun tərcümeyi halı var, əmək kitabçası var, yaradıcılığı var. Bir teatrdan keçdiyi bir ömür günü var. Yəni, Wikipediyası var. Oynadığı rolları var. Necə buna lotereya oynayırıq? Necə buna gəlib püşk atmaq olar Günay xanım? Necə olar bu? Bella xanım deyirsiniz ki, Mətanətin 23 dənə teleqramı var. Administrasiyada onun haqqında yaxşı fikirləşmirlər. Niyə? Mətanət düzünü deyir ona görə. Niyə Mətanət? Bir dəfə niyə soruşmursunuz ki, Mətanət niyə 23 teleqram vurmuşsan? Səbəbi nədir? Onu soruşmaq lazımdır. 1, 2, 3, 4, 5, 10, 15, onda bir demək lazım idi. Dərdi var ki yazır, dərdi var ki eləyir də. Onu aydınlaşdırmaq lazım idi. Mən dəli deyiləm ki, durum 23 dənə teleqram vurum. Mən də Cənab Prezidentə güvənirəm, inanıram. Dövlətimə, millətimə, prezidentimə güvənirəm. Əlacımı onda görürəm. Müraciət edirəm Cənab Prezidentə ki, mənə kömək elə Cənab Prezident. Neynəməliyəm, kimə deməliyəm? Son ümid yerim Cənab Prezidentdir. Çox xahiş edirəm sizdən Cənab Prezident. Bizdəki bu püşk atma məsələsinə bir aydınlıq gəlsin. Aktyorun əməyinə, zəhmətinə, sizin tərəfinizdən verilən dəyər, verilən qiyməti püşk atma ilə nümayəndələr həll eləməsin. Bir bizim əmək kitabçamıza baxsınlar, illərimizə baxsınlar, bir aktyorun şəraitinə baxsınlar, bunlara baxsınlar, bunları araşdırsınlar. Kimə verilməlidir? Haqq ədalətlə ona versinlər. Gəlib püşk atmayın, lotereya oynamırıq. Teatr yaradıcılıq yeridir. Lotereya yeri deyil. Oyuna gözlə 10 ilə 15 ilə növbə çatacaq, püşk atılacaq. Belə şey olur. Cənab Prezident, üzümü sizə tuturam, çox xahiş eləyirəm. Bu işə bir aydınlıq gəlsin, bunun haqqında bir ölçü götürülsün. Bu səlahiyyəti kim verib, niyə verib, necə verib, bu aydınlaşdırılsın. Təşəkkür edirəm, minnətdarlığımı bildirirəm.